Sevinç xanım, mən sizin efirə çıxmamışdan əvvəl demək olar ki, xarici mətbuatı New York Times'ı da oxuduq, Washington Post'u da, Reuters'in də informasiyaları, The Atlantic'in də informasiyaları, hamısı Donald Trump'ı hədəf götürüb ki, onun siyasəti faktiki olaraq həm Amerikanın nüfuzuna xələl gətirir bir növbədə, həm də ki, Putin'i o qədər stimullaşdırır ki, ifadə elə belə daha, o qədər stimullaşdırıb ki, demək olar ki, Donald Trump Rusiyanın qalib gəlməsini istəyir. O dərəcədə çatıbdır ki, təsəvvür edin ki, senator Kelly yazır ki, çıxış eləyir ki, heç cür Ukraynanın kapitulyasiyası olmamalıdır, ən az Ukraynanın müəyyən şərtləri həyata keçməlidir. Elon Musk ona cavabı nədir ki, sən satqınsan. Satqın kimə deyərlər? Qəzet özü şərh verir. Yəni ki, deməli, Ukrayna bizə düşməndir ki, Amerika vətəndaşını Ukraynanı müdafiə etdiyinə görə sən onu satqın adlandırırsan senatoru. Bu dərəcədə münasibətlər var. Bax, bu münasibətlərin fonunda indi ciddədə danışıqlar başlayacaqdır. Mən indi bilmirəm, bu dron hücumu ilə bağlı əlavə faktiki olaraq hamımız bunu səhər tezləndən qarşısındayıq, yəni ki, Moskva hücumu və bunu yenə deyirəm, Moskvanın hücumlarını sən gitməsə də, amma atəşkəsə meyillənməyini çoxaldacaqdır. Bax, bu işin müsbət tərəfi ondan ibarət ki, çünki yenə deyirəm, birbaşa mərkəzi şəhərlərə, xüsusilə Moskvanı, aeroportu hədəf götürəndə və buradan insanlar zərər çəkəndə, onsuz da motivasiyasız, Rus vətəndaşları üçün bir motivasiyasız müharibədir bu. Xüsusi belə deyək ki, bir Alman faşistləri ilə vuruşmurlar deyərlər ki, Stalin Zarodinu. O yoxdur. O məsələ olmadığına görə getdikcə narazılıqlar arta bilər. Bunlar da bunu çəkindirici faktor kimi hesab edirlər. Ona görə də mən hesab edirəm ki, bu hücumlar atəşkəsə meyilliyi artıra bilər Rusiyada. Əgər hər hansı bir tərəddüd varsa, o tərəddüdü götürə bilər. Bunun xeyri yalnız bundan ibarət. Amma deyək ki, Rusiya Kursk istiqamətində hücumlarını dayandıracaqdır, yox. Mən elə biləm ki, o istiqamətdə hücumlarını hələ davam etdirəcək. Çünki istəyir ki, mən demirəm sülh danışıqlarına qədər, ən azı atəşkəsə qədər Rusiya elə istəyir ki, Ukraynanın əlində hər hansı bir müsbət bir, ona deyək, kozur deyək ki, əlində bir üstün bir şərt olmasın ki, bax, tutaq ki, Kursk'un nəzarət etdiyi hissəsi ilə Zaporojyenin mi, ya Xersonun mu, hansısa bir hissəsinin dəyişdirilməsini, bunu Ukraynaya tanımaq istəmir Rusiya. Ona görə də bu hücumların yalnız bir səbəbi ola bilər ki, Rusiya atəşkəsə razılıq versin. Amma təbii ki, o şərtlər elə şərtlərdir ki, o şərtlər birbaşa Putinin şərtləridir, əvvəldən dediyi şərtlərdir ki, nələr olacaqdır. Biz ona da toxunarıq.